bütün axıntılar və bütün qaşınma şikayətləri göbələk demək deyil. Adi qaşınma dediyimiz şikayətin altında nələr yata bilər? 90% hallarda bu vaginal kandidozun göstəricisidir. Cins əlaqədən sonra formalaşan balıq qoxusu, Bəli. yaxud da ümumiyyətlə vaginadan balıq qoxusunun gəlməsi nə ilə bağlıdır? Nə qədər yunsam da, özümü təmiz saxlasam da, hətta oturduğum yerdən məndən bu iyi gəlir. Perkisin cinsiyyət orqanına vurulması nə dərəcədə doğrudur? Heç bir yuyunma etməyə ehtiyac yoxdur və edilməməlidir. Xoş gördük hər birinizi dəyərli dostlar, dəyərli izləyicilər. Bugün qadınlarda vaginal axıntı, qaşınma və pis qoxu problemlərinin altında yatan səbəblərdən danışacağıq. Bəzən olur ki, xanımlar apteklərə yaxınlaşıb hansısa bir şam və maz alaraq bu problemi özləri evdə həll etməyə çalışırlar, amma vəziyyəti bəzən də ağırlaşdıra bilirlər. Ümumiyyətlə bu problemlərin altında yatan səbəblər nələrdir? Biz nələr etməliyik? Harda səhvlər edirik? Bugün bu haqqda danışacağıq. Studiyamızın qonağı ginekoloq Şəhla xanım Hüseynovadır. Xoş gördük. Sizi də xoş gördük. Bugünkü mövzumuz bəlkə də izləyicilərə sıradan bir mövzu kimi görünə bilər, sıradan bir şikayət kimi görünə bilər, amma bu qadınların bizə ən çox müraciət elədiyi şikayətlərdən biridir. Qaşınma var, axıntı var, həkim nə edim? Və bu gün istəyirəm bu barədə ətraflı danışam və bu mövzunun müəyyən açar yerlərinə, açar nöqtələrinə toxunaq ki, insanlar üçün, qadınlar üçün də faydalı olsun. Haralarda səhvlər edilir, nələri etmək olmaz və bizə sıradan gələn bu şikayətin altında əslində nə cür ağır, qorxulu patologiyalar yata bilər, onlardan danışacağıq. Qaşınma şikayəti ilə gələn pasiyentlərin ilk öncə vurğulamaq istədiyim bir məqam var ki, ən çox etdikləri səhv odur ki, xəstə bizə illərlə aptekdən, yaxın adamların, rəfiqələrin istifadə elədiyi mazları, şamları istifadə edib, özünü öz başına müalicə edib, artıq fəsadlaşdırıb gəlir. Düzdür, bir qism insanlar artıq maarifləniblər, şikayət olan kimi həkimə gəlirlər, bəzən şikayət olmadan da gəlirlər, amma bir qism deyərdim ki, hardasa 50-60% kütlə hələ də gedir aptekdən, yəni satıcının məsləhəti ilə maz alır, şam alır, həkimə gəlmir və yaxud da internetdən oradan-buradan araşdırma edib özünü müalicə edir. Və bugün bunlar hansı fəsadlara gətirib çıxara bilər? Adi qaşınma dediyimiz şikayətin altında nələr yata bilər? Şəhla xanım, normalda qadınlarda vaginal axıntı necə olur? Qoxusu, miqdarı, rəngi necə olmalıdır? Qaşınma şikayəti ilə gələn elə qadınların ikinci bir daha sıx şikayət elədiyi simptom da vaginal axıntının artmasıdır. Vaginal axıntını biz nə zaman patoloji axıntı kimi dəyərləndiririk, yəni normadan kənar axıntı kimi? Əgər pis qoxu varsa, qaşınma, diskomfort yaradırsa pasiyentə, ya normal halda, ya əlaqə sonrası, rəng ağ deyil də, məsələn, yaşıl, tünd sarı və yaxud da içində qəhvəyi müəyyən qan elementləri varsa, o zaman biz bu axıntıları patoloji axıntılar kimi dəyərləndiririk. Amma əgər bir qadın sadəcə olaraq, tutaq ki, müəyyən ovulyasiya günlərində, aybaşının orta günlərində adi selikli bir axıntı hiss edirsə və yaxud da digər günlərdə azacıq bir ağ axıntı hiss edirsə və onu heç nə narahat etmirsə, qoxu, yanma hissi, qaşınma hissi, diskomfort və yaxud da axıntının miqdarının həddindən artıq çox olması bunlar narahat eləmirsə, bu zaman biz bu axıntını normal adi axıntı kimi dəyərləndiririk, yəni fizioloji axıntı kimi dəyərləndiririk. Bəs kəsmik formasında qadından gələn axıntı hansı problemin əlamətidir? Daha sıx kəsmikvari axıntı 90% hallarda bu vaginal kandidozun göstəricisidir. Yəni vaginal göbələk infeksiyasının aktivləşməsinin əlamətidir. Daha sıx biz buna rast gəlirik. Bunun da altında bir sıra səbəblər yatır. Bəzən hamiləlikdən sonra, antibiotik istifadəsindən sonra diabetli xəstələrdə çox sıx rast gəlirik. Menopoz dövründə olan qadınlarda sıx rast gəlirik. Daha çox mövsümi xarakter daşıya bilir. Yay aylarında daha çox baseynə gedib gəldikdən sonra o suyun tərkibində olan kimyəvi maddələr vaginal mühiti pozduğuna görə bu şikayətə daha sıx rast gəlirik. Yəni altında duran səbəblər çoxdur, amma yaradan faktor onu göbələk kandidadır.
vaginada normalda da bütün qadınlarda yaşayan kandida göbələyidir ki, müəyyən müxtəlif faktorların təsiri ilə aktivləşir və belə bir kəsmikvarı axıntı verir. Və elə məsələnin o bayaq dediyimiz elə o ağrılı nöqtəsi də budur ki, əksər hallarda qaşınma şikayəti olan qadınlar aptekə gedib göbələk əleyhinə mazlar, göbələk əleyhinə şamlar alıb istifadə edirlər. Lakin həmişə bütün axıntılar və bütün qaşınma şikayətləri göbələk demək deyil. Bunun altında çox ciddi səbəblər də bəzən ciddi həyati təhlükəli vəziyyətlər də dura bilir. Məsələn, bir pasiyentdən sizə misal gətirmək istəyirəm. Bu yaxınlarda olan bir hadisədir. Bizə qadın müraciət elədi ki, mən illərdir doktor qaşınmadan əziyyət çəkirəm. Vulvar bölgədə olan, xarici cinsiyyət üzvləri nahiyəsində olan. Heç vaxt həkimə getməmişəm. Sadəcə apteklərdən həmişə müxtəlif mazlar almışam və mazları da araşdıranda məlum olur ki, bunlar steroid hormon tərkibli mazlardır. Çoxu aralarında göbələk əleyhinə mazlar da var, şamlar da var. Bunları illərdir istifadə eləmişəm və bir müddət sakitləşmə olur, yenidən problem qayıdır, mən sağalmıram. Və qadını müayinəyə aldıqda vulvar bölgədə leykoplagiyanın əlamətləri var idi və artıq fəsadlaşmış leykoplagiya deyə bilərəm buna. Hansı ki, bu ciddi bir durumdur və 3-5% hallarda hətta vulvar xərçəngə də keçə bilir. Və soruşdum ki, heç bir ginekoloqda gedib bir müayinə olunmusunuzmu? Həkim öz gözü ilə bir baxıbmı sizə? Dedi, yox, elə apteklərə müraciət eləmişəm ancaq və cürbəcür mazlar istifadə eləmişəm. Son vaxtlarda hiss edirəm ki, artıq problem dərinləşib. Və biz həmin qadını biopsiyaya göndərdik. Biopsiyanın altından da artıq leykoplagiyanın ağır forması gəldi. Başqa bir pasiyent yenə də eyni illərlə apteklərdən cürbəcür mazlar, şamlar alıb istifadə edib, həkimə gəlməyib. Bizə artıq son məqamda gəlir ki, bu mazların, şamların mənə heç bir xeyri yoxdur. Görəsən səbəb nədir bu qaşınmanın səbəbi? Ya dediyim kimi mazlar, şamlarda daha çox göbələk əleyhinə olan şamlar, mazlar olur ya da steroid hormon tərkibli mazlar verilir. Həmin qadında HPV virusunun hardasa bir 4-5 yüksək onkogen ştamları aşkarlandı. Bundan əlavə pap smear analizi götürdük. Pap smear nəticəsində SIN3 cavabı gəldi. SIN3 artıq bu kanserə tam yaxın bir mərhələ deməkdir. Yəni uşaqlıq boynu xərçənginə keçməyə artıq bir an məsələsidir burada, yəni. Və demək istədiyim də nədir? Bu cür özbaşına müalicələr, bax belə patologiyaların, belə ciddi patologiyaların qaçırılmasına səbəb olur. Və adi qaşınmadır deyib illərlə müalicə alırlar. Vulvar leykoplagiya kimi, SIN2, SIN3 kimi, kanser insuti, uşaqlıq boynu xərçəngi kimi patologiyaların hətta qaçırılmasına, vaxtın itirilməsinə, gecikməyə səbəb olur. Hansı ki, o qadın qaşınma şikayəti ilə vaxtında gəlsəydi, biz onda bu səbəbin HPV virusuna bağlı olduğunu aşkarlayardıq. Skrininq edərdik, pap smear testini vaxtında götürərdik. Məsələn, displaziyanın daha erkən mərhələlərində aşkarlayardıq problemi və tutalım uşaqlıq boynunu lipkanizasiya etməklə bu problemdən qurtula bilərdik. Amma qadın bizə gəlir artıq SIN3 yəni nəticəsi ilə bu mərhələdə və yaxud da kanser insuti mərhələsində və yaxud da artıq uşaqlıq boynu xərçəngi mərhələsində elə olur ki, bütün uşaqlığı çıxartmaq lazım gəlir. Artıq xərçəng prosesi uşaqlıq boynu kanalına, endometriuma qədər irəliləmiş ola bilir. Qadının xəbəri olmur bundan illərdir. Və elə pis tərəfi də odur ki, bu cür problemlər başqa bir simptom verməyə bilir illərlə, yəni. Xəbəri olmur qadının ki, sən demə qaşınma şikayətinin altında HPV virusu yatır və illərdir həkimə getməməsi səbəbi ilə, vaxtında müşahidəyə alınmaması səbəbi ilə artıq SIN3 mərhələsinə qədər gəlib çatıb, amma özünün xəbəri yoxdur. Hələ də apteklərdə maz alır, şam alır, istifadə edir. Bunlar ona görə də çox təhlükəlidir. Bax, belə etmək, aptekin məsləhəti ilə, yaxın adamların məsləhəti ilə özünü müalicə etmək. Məqsədimiz burada danışıb insanları qorxuya salmaq deyil ki, hər qaşınması olan altından tutaq ki, kanser çıxacaq, hansısa bir bədxassəli proses çıxacaq.
Bəli, %70-80 hallarda, əksər hallarda bizim daha sıx rast gəldiyimiz bu gün diaqnoz vaginal kandidozdur, yəni göbələk infeksiyasıdır şikayətlərin altında duran səbəb. Amma dediyim kimi 20-30% hallarda bu məsələlər də var və ona görə biz xəstələrə gəl müayinə edək deyəndə bəziləri bunu biraz qəribə qarşılayır ki, bu nədir ki, siz buna görə müayinəyə gəldirsiniz, qaşınmada bir dənə maz yazın, bir dənə şam yazın, getsin. Axı elə deyil, yəni biz bilirik ki, bunun altında 20% hallarda, 30% hallarda çox ciddi patologiyalar yata bilir. Bəs Şəhla həkim, uzun müddət göbələk əleyhinə olan şamlardan istifadə etmək qadınlarda vaginal floraya necə təsir göstərir? Bəli, məsələn bu tərəfi də var ki, öz başına və uzun müddət istifadə edilən, həkim təyinatı olmadan, altında yatan səbəbi bilmədən, diaqnozu bilmədən istifadə olunan bu şamlar bəzən elə bir çox hallarda vaginal mikrofloranın pozulmasına da gətirib çıxara bilir. Yəni tutaq ki, kandidoz adı ilə, vaginal göbələk də adı ilə hər hansı bir müxtəlif şamlar verilir aptekdən. Onların tərkibində də çox vaxt antibiotiklər olur, yəni ikili tərkiblər olur. Göbələk əleyhinə bir komponentlə yanaşı eyni zamanda antibiotik də olur və yaxud da bir antiseptik də əlavə edilir şamın tərkibinə. Və təbii ki, onu satan adam bu qədər incəliyinə qədər getmir və pasiyenti incələmir. Analiz yoxdur, müayinə yoxdur, sadəcə dərmanı alır, verir, tutaq ki, müəyyən öz bilikləri səviyyəsində. Və bu cür illərlə istifadə olunan şamlar, yuyunmalar, yəni vaginal duşlar və s. qadında olmayan problemlərin də şiddətlənməsinə gətirib çıxarır. Məsələn, yox idi bakterial vaginozu və qadın bu cür şamları, yuyunmaları nəzarətsiz illərlə istifadə elədiyinə görə bakterial vaginoz qazanmış oldu. Yəni vaginal mühit pozuldu, orada yaşayan o şərti patogen infeksiyalar baş qaldırdı. Artıq qaşınma şikayətinin üzərinə pis qoxu, aşırı miqdarda axıntı, daha çox spesifik simptom sanki balıq qoxusu kimi qoxunun gəlməsi, cinsel əlaqədən sonra onun güclənməsi və s. bunlar da əlavə olunur. Ona görə yenə dönə-dönə deyirik, adi bir şikayət olsa da mütləq həkimə gəlin, o şamı, mazı həkim təyin etsin. Çünki həkim bilir onun tərkibindəki antibiotikin təsirini, lazımdırmı? Bu antibiotiki vermək yanaşı olaraq yoxsa sadəcə göbələk əleyhinə tutaq ki, maz verilməlidir və yaxud da şam verilməlidir. Bunu həkim təyin etməlidir mütləq şəkildə. Balıq qoxusundan danışdınız. İnternetdən çox axtarılan mövzulardan biri də budur. Ya cinsel əlaqədən sonra formalaşan balıq qoxusu, yaxud da ümumiyyətlə vaginadan balıq qoxusunun gəlməsi ilə ilə bağlıdır? Elə daha çox dediyimiz kimi bu bakterial vaginozun spesifik simptomlarından biridir. Yəni klassik simptomlarından biridir. Bəzən normalda da qadın bunu hiss eləyir. Hətta belə bir şikayətlə gəlirlər ki, nə qədər yunsam da, özümü təmiz saxlasam da, hətta oturduğum yerdən məndən bu iyi gəlir, hiss eləyirəm və narahat oluram ki, ətrafda bunu hiss edir. Və yaxud da daha sıx rast gəldiyimiz spesifik şikayətlərdən biri də cinsel münasibətdən sonra bu qoxunun güclənməsidir. Bu tipik bakterial vaginozun əlamətidir. Yəni vaginal mühit pozulub, orada normalda, yəni vaginal mühitdə yüzlərlə, minlərlə bakteriyalar yaşayır müxtəlif. Sadəcə onların miqdarı azdır, titri azdır, faydalı bakteriyalar çoxdur, anlaşılacaq dildə belə deyək. O faydalı bakteriyalar daima o mühiti qoruyur və o digərlərini orada artmağa qoymur. Amma qadın daima müxtəlif şamlar, yuyunmalar istifadə etdikdə o mühiti pozur, o faydalı bakteriyaların miqdarını orada azaldır və artıq digərləri baş qaldırmağa başlayır. Və axıntı miqdarı artır, qoxu gəlməyə başlayır və s. Bugün Türk keçərlər arasında özünüz də bilirsiniz, ən çox yayılmış üsullardan biri də 72 sabunla yuyunmaqdır. Ümumiyyətlə 72 paltar sabunu ilə cinsiyyət orqanının yuyulması siz nə dərəcə tövsiyə edirsiniz? Bu barədə mənim bir mövzum da var. YouTube kanalında ayrıca danışmışam onun haqqında ki, bu adı üzərində ən azından buradan anlamaq lazımdır ki, bu paltar sabunudur. Yəni paltar yumaq üçün nəzərdə tutulub. Və həmin siz videoya baxın, ora yazılan şərhlərə də baxın. Bəzən mənə elə gəlir ki, nə qədər danışırıqsa da faydası yoxdur. Nə qədər onun altında şərh yazan həmin videoya qadınlar var ki, yox mən illərdir bu sabunu istifadə edirəm. Nənələrimiz istifadə eləyib, qadınlar həmişə istifadə eləyib, heç kimə heç nə olmayıb. Həkim düz danışmırsınız. Halbuki yəni bu yəni 72% sabun böyük bir belə deyək
məhsul deyil ki, mən onun əleyhinə danışım və yaxud da xeyrinə danışım. Mən bunu sırf qadınların xeyri üçün deyirəm. Çünki daha çox qadınları biz görürük. Bilirsiniz, bizdə cəmiyyətin bir problemi də odur ki, bir nəfər, iki nəfər gördükləri insanların təcrübəsi ilə bütün tibbi dəyərləndirirlər. Hər hansı bir tibbi məsələni dəyərləndirirlər. Yəni o şərhi yazan qadın bir nənəni görübsə, bir xalanı, ananı görübsə tutaq ki, biz yüzlərlə, minlərlə qadınları görürük, müayinə edirik, şikayətlərini dinləyirik və statistik olaraq da həqiqətən görürük ki, daha sıx bu qaşınma şikayətləri, vaginal kandidoz, bakterial vaginoz intim gigiyenası düzgün olmayan qadınlarda rast gəlinir. Aşırı vaginal yuyunmalar edən, bax bu cür 72% sabunla güya təmizlik xətrinə yuyunan daima. Bax belə qadınlarda sıx rast gəlirik bu şikayətlərə. Yəni xəstələrin, şərh yazanların gördüyü 2-3 nəfərlə statistika əldə olunmur. Statistika əldə olunur yüzlərlə, minlərlə qadınların üzərində aparılan təcrübələrlə, şikayətlərindən alınan nəticələrlə və s. 72% sabunla qətiyyən yuyunmaq olmaz. Nəinki intim bölgəni, ümumiyyətlə həmin sabun, yəni dərini yumaq üçün, bəziləri hətta onunla çimir, uşaqlar da çimizdirir və s. Dəriyə toxunmaması gərəkən bir sabundur. Yəni mən anlamıram, hətta olur ki, bəzən evdə mən onunla paltar falan yuyanda, ondan sonra dərimin, əl dərimin nə qədər quruduğunu hiss edirəm. Yəni necə o sabunla daimi yuyunmaq olar intim bölgəni? Yəni görün nə deməkdir bu? Aşırı qələvi bir sabundur və intim bölgəyə çox ciddi qıcıqlandırıcı təsir göstərir, çox ciddi quruluq yaradır. Ciddi mikroflora pozğunluqlarına gətirib çıxara bilir. Xanımların etdiyi səhvlərdən biri də perkislə yuyunmaqdır. Ümumiyyətlə perkisin cinsiyyət orqanına vurulması nə dərəcədə doğrudur? Bəli, o da sıx rast gəldiyimiz şeylərdən biridir. Yəni xəstələri araşdıranda həmişə mən o şikayətlə gələn qadınlara birinci intim gigiyenadan başlayıram sual verməyə ki, nə ilə yuyunursunuz, vaginal yuyunmalar edirsinizmi və s. Çünki bilirəm ki, %70-80% intim gigiyenası düz deyil və özü yaradıb özündə bu problemi. Bəli, elə perikislə yuyunanlar da, onu vaginal bölgəyə vuranlar da kifayət qədər çoxdur. Nəinki perikis, ümumiyyətlə vaginal bölgəyə heç bir yuyunma etməyə ehtiyac yoxdur və edilməməlidir. Vaginal bölgə özünü təmizləyə bilən bir bölgədir. Bayaq qeyd elədiyim kimi orada faydalı bakteriyalar var ki, onlar özləri nəzarət edir, belə deyək, həmin mühitə. Və biz müdaxilələr etməklə yalnız və yalnız özümüzə zərər vururuq. Olmaz. Fərqi yoxdur hansı məhlul, perikis olsun, soda olsun, nə bilim, limonlu su olsun, nə olsun və yaxud da aptekdən alınan hər hansı yuyucu vasitələr olsun, qəti və qəti şəkildə bunları daimi yuyunma vasitələri kimi istifadə etmək olmaz. Əgər problem varsa, onu həkim sizə təyin etsin müəyyən bir müddətə. Onun ardınca da biz hələ müəyyən bərpa edici şamlar və s. veririk qadınlara ki, yenə də o mikrofloranı tam bərpa edək ki, yenidən o axıntı problemləri yaşanmasın. Öz başına istifadə etmək olmaz. Ümumiyyətlə, vaginal bölgənin yuyulması gərək deyil. Yəni, daxildən yuyulması gərək deyil. Şənli xanım, bəs qaşınma şikayətinin altında hansısa bir cinsi yolla keçən infeksiya ola bilərmi? Bəli, şikayətin nəzarətsiz qalması bir də bu tərəfdən qorxuludur ki, bəzən qaşınma şikayətinin altında atipik gedişli, cinsel yolla keçən infeksiyalar da dura bilir. Yəni mütləq deyil ki, hər cinsel yolla keçən infeksiya qadına aşırı şikayətlər versin. Tutaq ki, pis qoxulu axıntı və s. və o həmin qaça-qaça həkimə gəlsin, tez müalicə olunsun. Bəzən bunlar atipik, yəni resessiv, gizli formada da keçə bilir. O qədər də aşırı şikayətlər vermir. Xüsusən də o bayaq qeyd elədiyim o tez-tez yuyunan, şam qoyan qadınlarda onlarda elə bil silinmiş bir klinik mənzərə olur. Yəni əslində cinsel yolla keçən infeksiya var, amma özünü o qədər vaginal yuyunma edir, şam qoyur, daimi cürbəcür məsləhətlərlə ki, o infeksiya aktivləşmir. Sanki klinika bir silinmiş, resessivləşmiş, sakitləşmiş bir formada davam edir, amma infeksiya qalır. Və bu infeksiyalar qaldıqda, müalicə olunmadıqda zamanla qadınların uşaqlıq borularının iltihabına qədər, sonsuzluğa qədər gətirib çıxara bilir. Yəni bu təhlükələri də var. Qadınlarda vaginal qaşıntıdan danışdıq. Bəs bu qaşıntının altında başqa hansı səbəblər ola bilər?
Biz daha sıx rast gəlinən səbəblərdən danışdıq, daha qorxulu tərəflərindən danışdıq ki, bu şikayətlərin altında vulvar xərçəng, hətta uşaqlıq boynu xərçəngi, HPV virusunun onkogen ştamlarına yoluxma və sair kimi ciddi müşahidə, müdaxilə tələb edən vəziyyətlər dura bilər, patologiyalar dura bilər. Leykoplogiyadan da danışdıq. Amma hər qaşınma da mütləq ginekoloji səbəblidir, mütləq ginekoloqa gedilməlidir deyə bir şey də yoxdur. Bəzən qaşınma şikayətlərinin altında dermatoloji problemlər də yata bilər. Yəni bu problemi biz dermatoloqa yönəldirik ki, onlar axtarsın səbəbləri ki, bu sırf dəri problemlər, məsələn, xronik dermatit və yaxud da allergiya və sair səbəblərə də bağlı ola bilər. Bəzən bu problemin altında sinirsel səbəblər də dura bilər. Məsələn, bizdə belə bir pasiyent olmuşdu. İllərlə yenə də müalicə alır, cürbəcür mazlar istifadə eləyir. Amma bu qaşınma şikayəti keçib getmir, daha çox gecələr aktivləşir və qadının testlərində heç bir patologiya yoxdur. Yəni nə göbələk infeksiyası, nə cinsəl yolla keçən infeksiyalar, nə HPV virusu, heç nə tapılmır analizlərində və baxış zamanı da vaginal bölgəsi, cinsiyyət orqanları tam təmiz, tam patologiyasızdır. Hər hansı bir qızartı nöqtə belə yoxdur, amma adam qaşınmadan yata bilmir gecələr illərlə. Mazlarla müvəqqəti sakitləşir və yenə də başlayır. Və biz həmin qadını yönəltdik psixoloji müayinəyə, nevroloqa və məlum oldu ki, bunun altında sən demə yatan bir xronik anksiyetə, gizli depressiya varmış və xanım nevroloji müayinələrdən sonra artıq o şikayətləri keçib getməyə başladı. Yəni bəzən altında səbəb tapılmayanda bax belə nevroloji səbəblər də dura bilir. Bəzən diabetli xəstələrdə rast gəlinir. Bunların tipik şikayətləri dəridə üstdən heç nə yoxdur, amma doktor içəridə sanki iynə batma kimi hiss eləyirəm, sanki nəsə batır mənə daxildən, bax belə şikayətlərlə gəlirlər. Məsələn, vulvar bölgədə və yaxud da vaginanın giriş hissələrində diabetik neuropatiya deyilir. Şəkərin sinir uclarını zədələməsi səbəbindən o hissiyat artıq dəyişir, ya həssaslaşır, bəzən tamamilə tutaq ki, itir və necə ki, şəkərli diabet xəstələrində ayaqlarda bu cür uyuşmalar, sanki iynə batmalar və s. olur. Eynən bu vaginal bölgədə də, vulvar bölgədə də belə şikayətlər hiss edilə bilər. Yəni qaşınma dediyimiz bizə adi gələn şikayətin altından bunlar da çıxa bilər bəzən. Vaginal qaşınma bəs hamilə xanımlarda müşahidə olunarsa, yaranarsa, ümumiyyətlə onun müalicəsi necə aparılır? Bəli, bayaqdan danışdığımız bütün bu şikayətlər, vaginal qaşınma, kandidoz, axıntılar, bakterial vaginoz və s. bunlar əlbəttə ki, adi qadınlarda olduğu kimi hamilə qadınlarda da ola bilər. Hətta deyərdim, hamilə qadınlarda biz daha sıx rast gəlirik, müəyyən hormonal dəyişikliklərə bağlı, hamiləliyin gedişinə bağlı və bunun üçün də yenə hamilələrə təyin etdiyimiz, icazə verilən şamlar, mazlar, hətta gərəkirsə antibiotiklər və s. mövcuddur və müalicə edilir. Bir şeyi qeyd eləmək istəyirəm burada ki, mən çıxışlarımın birində də qeyd eləmişəm ki, bu saat hər kəsi maraqlandıracaq ki, vaginal kandidoz cinsəl yolla keçir yoxsa yox, yəni partnyor müalicə olunmalıdır yoxsa yox. Vaginal kandidoz, yəni göbələk infeksiyası cinsəl yolla keçən infeksiyalar qisminə aid edilmir. Partnyorun müalicəsinə ehtiyac yoxdur, amma hansı hallarda əgər qadında bu şikayət ilk dəfə yaranıbsa və ilk dəfə həkimə müraciət edirsə, o zaman partnyoru müalicə etmirik. Amma son protokollar, yeni müşahidələr, nəticələr onu qeyd edir ki, əgər problem illərlə davam edirsə, xronikləşibsə, yəni qadın müalicə alır, yenidən başlayırsa, belə bir durum varsa, o zaman hər iki tərəfin müalicə edilməsi, hər iki tərəfin göbələk əleyhinə preparatlarla müalicə alması gərəkir. O kişilər həkimə apara bilsək də. Baxmayaraq ki, bu cinsəl yolla keçən infeksiya deyil, bəzən vaginal kandidozun, hətta bakterial vaginozun özündə belə partnyorun müalicəsini də biz tətbiq edirik. Kişiləri müalicəyə gətirmə məsələsi o ayrı bir mövzudur. Heç bir cəhətdən yəni mümkün deyil. Təkcə bu problemlə bağlı yox, digər məsələn sonsuzluq və s. məsələləri ilə bağlı da
Yəni kişiləri müayinələrə yönəltmək, analizə göndərmək həqiqətən çətindir. Bəs bildik ki, məsələn, evli xanımlarda əgər problem varsa, şam müalicəsi ilə göbələk xəstəliyi aradan Bəli. qaldırılır. Bəs qız uşaqlarında vaginal göbələk problemi varsa, Bəli, bunun bəli. müalicəsi necədir? Bu hissəyə də yaxşı toxundunuz. Bu təkcə yəni qadınların, evli qadınların, cinsəl həyat yaşayan qadınların yox, elə qız uşaqlarının da heç bir cinsəl həyat yaşamayan qız uşaqlarının da problemi ola bilər ki, bununla da bağlı bizə kifayət qədər müraciətlər olur və hətta analar çox narahat olurlar ki, görəsən nəyi var, qaşınması var, axıntı miqdarı çoxdur və s. Qız uşaqlarında da xüsusən yeniyetmə dövrlərində hormonal o dəyişikliyə bağlı, hələ onların o hormonları formalaşmadığı üçün, lor dildə desək, oynadığı üçün estrogen gah qalxır, gah düşür, menstruasiyalar hələ düzənsizdir, hələ o hipofizar yumurtalıq əlaqələri tam formalaşmayıb və s. Bunlara bağlı onlarda da bax belə vaginal mühitin mikrofloranın o pozğunluqları, bəzən kandida infeksiyasının aktivləşməsi, bəzən bakterial vaginozun aktivləşməsi, axıntıların artması, qoxu və s. problemləri ola bilər. Və gərəkirsə qız uşaqlarına da müalicə etmək olur, mümkündür. Şəhla xanım, bəs göbələk infeksiyası, vaginal göbələk qadına sudan keçə bilərmi? Bu da çox sıx verilən sualdır əslində ki, mən baseynə getsəm, ümumi baseyndən istifadə etsəm və yaxud da sudan istifadə etsəm, mənə infeksiya keçə bilərmi? Cinsəl yolla keçən infeksiyalar və bayaq qeyd elədim, göbələk infeksiyası zaten cinsəl yolla keçmir və su ilə də keçə bilməz. Bu qadının öz mikroflorasında yaşayan bir infeksiyadır. Digər cinsəl infeksiyalar isə sudan, baseyndən keçməsi, yəni bu praktik olaraq mümkün deyil. Yəni belə deyək də, o da çox az rast gəlinən bir şeydir. Ancaq o halda keçə bilər ki, birbaşa tutaq ki, kiminsə oturduğu bir yerdə həmən gedib kimsə otursun, o axıntının üzərində deyək və yaxud da eyni dəsmaldan direkt olaraq istifadə eləsin və s. Belə hallarda keçə bilər. Amma ümumi sudan keçmə ehtimalı demək olar ki, yoxdur. Yəni elə olsaydı elə hamı ümumi baseynlərə gedənlər gərək elə infeksiyadan əziyyət çəkərdilər. Cinsəl infeksiyalar elə bütün dünyanı basardı az qala. Yəni ümumi sudan keçmir, xeyr. İstərdim ki, ümumi vaginal kandidoz problemindən, axıntı, qaşıma problemindən əziyyət çəkən xanımlara tövsiyə verərdiniz. Tövsiyəm nədir? Baxın, bu mövzunu biz danışdıq, səbəblərə toxunduq, xeyli hətta az rast gəlinən səbəblər haqqında da danışdıq. Amma yenə də bilirəm ki, gedib öz başına müalicə eləyənlər, apteklərdən öz başına dərman, şam, maz alıb istifadə edənlər, qohum-əqrabanın, rəfiqənin tövsiyəsi ilə bunları istifadə edənlər yenə də olacaq. Və hətta yazanlar olacaq ki, mən rəfiqəmin istifadə etdiyi mazı istifadə etdim, filan mazı istifadə etdim, çox yaxşı oldum. Əsla belə etməyin. Kiminsə bir nəfərin təcrübəsi bu müalicə deyil. Bu düzgün bir yanaşma deyil, insan sağlığına düzgün bir yanaşma deyil. Aptekdə dərman sizə verən, yəni əczaçının müalicə etmək ixtiyarı ümumiyyətlə yoxdur. Dərman təyin etmək ixtiyarı yoxdur. Bunlar bayaq sadaladığım kimi bir çox ciddi patologiyaların, həyati təhlükəli patologiyaların qaçırılmasına, vaxtın itirilməsinə səbəb ola bilər, gecikməyə səbəb ola bilər. Hansı ki, biz o qadını daha az invaziv və minimal cərrahi yöntəmlərlə həyatını xilas edə bilərdik. Amma qadın bizə xərçəngin ağır bir mərhələsində artıq müraciət edir, gecikmiş halda müraciət edir və yaxud da vulvar tutaq ki, xərçəngin adi qaşınma şikayətinin altında duran, qızartı, qabıqlanma şikayətinin vulvada olan altında bir vulvar xərçəng durur və gecikmiş mərhələdə şikayət edir və bu daha artıq aqressiv cərrahi üsulların işlənməsinə gətirib çıxarır, onlara müraciət edilməsinə gətirib çıxarır və həyati təhlükəli bir durum yaradır. Yenə deyirəm, mövzunu danışıb, bütün qaşınma şikayəti, axıntı şikayəti olanları qorxutmaq, onların necə deyirlər, o ürəyini qopartmaq deyil məqsədimiz. Məqsədimiz sadəcə
maarifləndirib onları düzgün müalicələrə, düzgün istiqamətə cəlb etməkdir. Təşəkkür edirəm Şəhla. Buyurun. Təşəkkür edirəm Şəhla xanım. İzləyicilərimizə bildirmək istəyirəm ki, studiyamızın qonağı ginekoloq Şəhla xanım Hüseynova idi. Şəhla xanımı siz özünün YouTube kanalında da bu cür videoları izləyə bilərsiniz. Daimi Evet. olaraq həmişə izləyicilərini maarifləndirir. Eyni zamanda Instagram, TikTok səhifələri, YouTube kanalının linkini biz açıqlama bölümündə qeyd edəcəyik. Əgər suallarınız yaranarsa əlavə olaraq videonun üzərində və açıqlama bölümündə qeyd etdiyim əlaqə nömrəsindən də suallarınızı ünvanlaya bilərsiniz. Özünüzə yaxşı baxın, həmişə sağlam qalın. Yenidən Şəhla xanımla görüşərik başqa bir maraqlı bir mövzuda inşallah. Təşəkkür edirəm mən də sizə. Ümid edirəm ki, danışığımız faydalı oldu. Çox sağ olun. Yenidən Sağ olun. sizinlə görüşənə qədər. İnşallah. Sağ olun.